Almanya hökuməti ordunun yenidən qurulmasına milyardlarla avro vəsait ayırsa da, bu vəsaitlərin hara və necə xərclənməsi hazırda Berlin siyasi dairələrində ciddi suallar doğurur. Almanya Müdafiə Nazirliyinin son hesabatı və müxalifətin kəskin tənqidləri gündəmin əsas mövzusudur. Ətraflı məlumatı hazırda Berlindən bizimlə birbaşa bağlantıda olan xüsusi müxbirimiz Günay Məmmədovadan öyrənməyə çalışacağıq. Günay, Almanya ordusundakı bu milyardlarla avroluq qeyri-müəyyənliyin pərdə arxası məqamları nələrdir? Efirdəsiz, buyurun. Bəli, Almanya bugün öz ordusunun Bundeswehr'in yenidən qurulması və milyardlarla avroluq silahlanma layihələrini müzakirə edir. 2022-ci ildən, yəni Almaniya siyasətində dönüş nöqtəsi elan edildiyi vaxtdan bəri federal hökumət ümumi dəyəri 111 milyard avro olan 47 min müdafiə müqaviləsi imzalayıb. Bu gündəlik orta hesabla 30-dan çox yeni müqavilə deməkdir. Xatırladım ki, o vaxt ki, kansler Olaf Scholz Ukraynadakı müharibə fonunda ordu üçün 100 milyard avro xüsusi fond ayırmışdı. Bugün isə büdcə rəqəmləri daha da artıb. 2026-cı il üçün Almaniyanın müdafiə xərcləri ümumilikdə 108 milyard avronu ötüb. Lakin burada böyük bir sual yaranır. Bu milyardların müqabilində orduya real olaraq nə çatdırılıb? Almaniya Müdafiə Nazirliyi bu suala konkret cavab verə bilmir. Nazirlik bildirib ki, minlərlə müqavilənin nəticələrini əl ilə yoxlamaq çox böyük vaxt tələb edir və bu cari layihələri ləngidə bilər. Solçular partiyasının təmsilçisi Dietmar Bartsch vəziyyəti kəskin tənqid edərək bunu həyəcan təbili adlandırıb. Onun sözlərinə görə şəffaflığın olmaması milyardlarla vergi ödəyicisinin vəsaitinin səmərəsiz istifadəsi deməkdir. Və bundan başqa qeyd etmək lazımdır ki, hərbi xərclərin artımı təkcə xüsusi fondla məhdudlaşmır. Almaniyanın cari büdcə planlamasına görə deməli 2026-cı ildə ölkənin müntəzzəm müdafiə büdcəsi rekord həddə 82,7 milyard avroya çatacaq. Buna əlavə olaraq xüsusi fonddan daha 25,5 milyard avro istifadə edilməsi nəzərdə tutulur. Beləliklə, Berlin yaxın illərdə Avropanın ən böyük hərbi qüvvəsinə çevrilmək hədəfini qoruyub saxlayır. Lakin rəqəmlər böyüdükcə şəffaflıq məsələsi də bir o qədər aktuallaşır.